Salam olsun mənim dəyərli xalqıma, əzizlərim. Bugün sizlərə mən Vidadi Borçalı, Ulu Borçalının Fəxralı elinin şairi olub, Pənah bəy Ziyaddinoğlu yaradıcılığından 4 bəndlik bir şeir paylaşıram mənim əzizlərim. Şair yazır ki, Mehdi əmim oğlu, qardaşım mənim, keçdiyim yollarda sirdaşım mənim, sən ey ürək dostum, sirdaşım mənim, saldın saçlarıma dən əmim oğlu, çəkdi qılıncını vaxtsız xəstəlik, bürüdü dağları sən əmim oğlu, elin yaraşığı, nəslin gözü, peyğəmbər addaşı xan əmim oğlu. Gecə gündüz xəyalımda, arzuların qanadında, ömrüm boyu yaxınımda olacaqsan sən ay Mehdi. Tanış biliş harda görsə, hal əhvalda sorarlar səni, ad almısan hər bir yanda, hörmətlisən sən ay Mehdi, qeyrətlisən sən ay Mehdi. Allah Fəxralı elini şən eyləsin. Sağ olun, var olun dostlar.